Əzizlərimiz, mən istəyirəm qeyd edeyim ki, bu yaxınlarda ümumiyyətlə ənənəvi olaraq hər il keçirilən vacib bir müsabiqədən danışacağıq. Ana dilimizi sevək, sevdirək. Ümumi Respublika müsabiqəsi və bir neçə gün əvvəl, daha dəqiq ayın 18-də yekun mərhələsi baş tutdu. Sözü gedən müsabiqənin. Bu müsabiqənin ümumiyyətlə dilimizin inkişafında, qorunmasında, tövhvəsindən, vacibliyindən danışmaq üçün studiyamızın ekspert qonaqları var. Onlarla yanaşı, bax, indi ekranda gördüyünüz bu gözəl göyçək balalar, həmin o müsabiqədə iştirak edənlər, yekun mərhələsində qalib adını qazananlar var, çox gözəl libaslarda, geyimdədirlər burada və biz hətta bugün onların istedadını da sizə nümayiş etdirəcəyik. Müsabiqənin birinci, ikinci yerinə layiq olan uşaqları yaxından tanış olacaqsınız, şeirlərini təqdim eləyəcəyik sizə, mahnı ifalarını təqdim eləyəcəyik. Uşaqlar, hamınız xoş gəlmişsiniz, salamlayıram sizi, özünüzü və tamaşaçılarımızı bir yaxşı-yaxşı alqışlayaq. Ay, sağ olun. Və bu alqışlarla keçək böyük məmnuniyyətlə qonaqlarımızın təqdimatına. Beləliklə, bugün bizim studiyamızda bu sözü gedən müsabiqə ətrafında danışacaqlar. Murad bəy Topçu, xoş gəlmişsiniz Murad bəy. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisinin müavini iştirak edir verilişimizdə. Nazim Əkbəri mən böyük məmnuniyyətlə salamlayıram. Nazim müəllim çağ öyrətim işlətmələrinin müşaviridir və studiyamızdakı növbəti qonağımız Füzuli Dəbəyevdir. Füzuli bəy çağ öyrətim işlətmələrinin Azərbaycan dili və ədəbiyyatı üzrə metod birləşmələri kabinetinin sədridir. Hər üçünüz xoş gəlmişsiniz, salamlayıram sizi. Mən təklif edirəm ki, əgər ki biz uşaqlarımızı təqdim elədik, əgər ki sizlə danışdıq, bizi izləyən tamaşaçılarda bir təsəvvür yaransın deyə ana dilimizi sevək, sevdirək başlıqlı bir video çarx var. Onu təqdim eləyək, sonra keçək söhbətimizə və uşaqların istedadının nümayişinə. Buyurun, əziz tamaşaçılar. Düşməni ürəyinə xop salar. Əsirlərdən yadigar bir qapı tək, dünyanı Azərbaycana açar. Bu mənim ana dilimdir, mənim doğma elimdir. Ana dilimizi biz sevək, sevdirək. Bu mənim ana dilimdir, bizləri sabahlara səslənir. Qəlblərdə sevgisilə yurt salır, dünyada daim sülh olsun deyir. Həm duyğu, həm də hünər dilidir, məhəbbətlə ürəklərə yol açar. Həm qeyrət, həm də iman dilidir,
Eşitdiyiniz bu musiqinin, bu mahnının müəllifi Vüqar Cəmalzadədir. Mən Vüqar bəyi salamlayıram. Efir ekran vasitəsilə yox, elə bax burada, bu canlı studiyada. Çünki Vüqar Cəmalzadə həm də sözü gedən müsabiqənin münsiflər heyətinin üzvüdür. Vüqar bəy, siz də xoş gəlmisiniz. Mən sizi də salamlayıram. Çox sağ olun, minnətdarım. İlk əvvəl istəyirəm Murad bəy bu müsabiqənin əhəmiyyəti ilə bağlı fikirləri ilə bölüşsün. Biz sonra söhbət, bir mahnı, yenə söhbət, bir şeir, bax bu minvalla davam eləyəcəyik. Buyurun Murad bəy. Evet, milli liderimiz Haydar Aliyev'in dilimiz varlığımızdır şuarından hareketle bundan 10 yıl evvel ilk defa ana dilimizi sevek sevdirek Respublika müsabakasına başladık. Tahsil Nazırlığımız ve Çağ Öğretim Şirketi olarak ve 10 ilde 10.sunu geçenlerde düzenlediğimiz bu müsabakada maksadımız dilimizi, medeniyetimizi daha yukarılara, daha yükseklere çekmek ve hakikaten Azerbaycan dilinin bir medeniyet dili olduğunu, beynelhalk bir dil olduğunu bütün dünyaya sübut etmek. Ve bu minvalde çalışmalarımız devam ediyor. Ana dilimizi sevek sevdirek yarışmasıyla alakalı sene başından, ilin evvelinden başlayan çalışmalarımız oluyor. Yaklaşık 1100 mektep arasında ilk önce bu müsabaka ilan ediliyor. Afişler basılıyor. İnsanlar, şagirdler bu müsabakaya celbedilmeye çalışılıyor. Ve bu müsabaka biraz önce seyrettiğimiz gibi sadece şarkı yok, sadece şiir yok. Aynı zamanda inşa, gramatika ve ana diliyle alakalı web saytından meydana geliyor. 5 kategoride bu yarışma düzenleniyor. Ve bu il dediğim gibi 1100 mektepten 30.000'in üzerinde şagirdler bu müsabakaya bir şekilde iştirak etmiş oldular. Bu ne demek? Yani ilk merhalede mekteplerde bir ön eleme yapılıyor. Bu mekteplerde yapıldıktan sonra her rayonda birinci turlar yapılıyor. Ve ondan sonra da yarı finale geliniyor. Yarı finalden de artık bu 5 merhalede yapılan yarışmanın final iştirakçıları tespit ediliyor. Ve bu minvalde çalışmalarımız devam ediyor. Geçtiğimiz günlerde de yani birinci gün 18 Fevral'de de 10.sunu kaydettik. Gerçekten çok güzel bir tedbir oldu. Yani ve burada mesela bu klibin çekilmesinde, mahnaların yazılmasında bize sanatkarlarımız, bestekarlarımız, muannelerimiz de çok büyük destekte bulundular. Ve bu yıl mesela 10.sunu yubiley yaptığımız, 10.sunu düzenlediğimiz bu müsabakada biz mesela farklı olarak şöyle bir şey yaptık. Mesela şiirlerimize, finale çıkan şiirlere ayrı ayrı beste yapıldı. Ayrı ayrı 5 beste yapıldı ve bunlara mesela Vüqar müəllim bu besteleri yaptı. Ve Lale Memmedova, Ayaz Gasımov ve Coşkun Vileş 3 mugannimiz bize şagirdleri orada büyük destek verdiler. Bu aynı zamanda dilimize, ana dilimize verilen büyük bir destekti. Bütün içtimaiyetin bir desteğiyle yarışmamız bu seviyelere geldi. Çok biraz sonra da zaten şagirdlerimizden inşallah birinci yarıştan, ikinci yarıştan şahitlerimizden dinleyeceğiz. Doğrudur. Murad bəy, sözünüzə qüvvət, bilirsinizmi? Bizim bu müsabiqə ilə bağlı tamaşaçılara məlumat verməyimiz bu yaxşı olsun. Amma bilirsinizmi, əyani olaraq nəyisə görsələr, söhbətlərimiz əsnasında bu daha gözəl olar. Ona görə mən təklif edirəm ki, balaca bir ara verək söhbətimizə və burada iştirak edən uşaqlar arasında çox istedadlı bir balamız var, Nihat Orucov. Mən Nihadı istəyirəm dəvət edeyim. Gəlin, alqışlayaq əziz dostlar, Nihat balamızı. Xoş gəlib, səfa gətirmişsən. Nihat, mikrofonu götür masanın üzərindən, yaxınlaş mənə. Nihat bizim üçün sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyevə aid Sevgili Canan mahnısını ifa eləyəcək. Bir balaca salamla tamaşaçıları, sən bu müsabiqədə iştirak elədin, əlbəttə ki, yer tutanlar sırasındasan və ümumiyyətlə necə oldu sənin buradakı çıxışın? Bu mikrofona danış, həmin mahnıyı ifa eləyəcəksən bu bir mikrofona. Buyur. Gəl mənim yanımda dayan ki, səni daha yaxşı görsünlər. Aha. Mən bu ana dilimizi sevərək sevdirək yarışmasında iştirak elədim və təəssüf ki, o finalda mən yer tuta bilmədim. Amma bundan öncəki bir yarışmada, Türkçə Olimpiyatlar yarışmasında mən Azərbaycan ikincisi oldum. Türkiyədə də
qızıl, gümüş, bürünc medalların sahibi oldum. Əla, amma təəssüflənmək lazım deyil. Əgər bugün buradasansa, deməli sən seçilənlər sırasındasan, səni müəllimlərin dəvət ediblər bura. Biz də alqışlayırıq və sözü veririk Nihadın ifasına. Buyursun. Təşəkkür edirik sənə Nihad, çox sağ ol. Mikrofonu ver mənə, buyur əyləş, alqışlayırıq səni və əlbəttə ki, belə gənclərimizin çox olmağı bu bizim baş ucalığımızdır və mən böyük məmnuniyyətlə Nazim müəllim sizi bir daha salamlayıram. Buyurun zəhmət olmasa, siz də bir bölüşün fikirlərinizlə bizimlə. Bu ana dilimizi sevək, sevdirək sözünün gördüyünüz kimi bir iki vergülü var. Sevək, sonra da sevdirək. Bunu kimə sevdirəcəyik? Əlbəttə ki, bunu ilk növbədə biz öz xalqımıza sevdirəcəyik, ikinci dünyaya sevdirəcəyik. Dünyaya nə ilə sevdirəcəyik? Dünyaya biz biraz daha geniş atmosferdə bu Türk dili olimpiadalar vasitə sevdirəcəyik. Bu olimpiadalar 140-150'ye yaxın artıq ölkə iştirak edir və bu olimpiyadada bizim ana dili olimpiyadada iştirak edenler gördülər. Senegal'da, Kenya'da, sonra Avrupa'nın müxtəlif ölkələrində heç bizi indiyə qədər tanımamış uşaqlar, xalqlar bizim ana dilində mahnılar deməyə başladılar. Şeirlərimizi oxumağa başladılar. Füzulimizi, nə bilim, Nizamimizi, Bəxtiyarımızı, Bəxtiyar Vahabzadəmizi, Səməd Vurğunumuzu sevməyə başladılar və bunu artıq təbliğ eləməyə başlayıblar. Bu baxımdan beynəlxalq deyək ki, əhəmiyyəti var müsabiqənin. Beynəlxalq əhəmiyyəti onunla biz əlbəttə təkcə Azərbaycanda necə deyirlər, o sevməklə qalmırıq, bir də bunu sevdirməklə məşğuluq. Bu uşaqlarımız bundan sonra Azərbaycan dilimizi daha çox sevdirəcəklər, daha çox bu işdə iştirak edəcəklər. Bunların bir qismi Türk dili olimpiyadasında, Türk dili iştirak edəcəklər və inanırıq ki, bu dəfə daha çox ölkə dilimizi tanıyacaq. Daha çox ölkənin uşaqları bu dilimizlə tanış olacaqlar. Bu da bir Türk dilinin bir parçasıdır, bir hissəsidir. Amma Azərbaycan dili adlanır. Azərbaycanımızı bununla tanıyacaqlar. Kliplərimizlə sağ olsunlar bizim bəstəkarlarımız, bu işdə əməyi olanlar, o şairlərimiz, münsiflərimiz, burada çox böyük əməkləri olubdur. Biz istəyirik ki, bundan sonra
dilimizə aid daha geniş miqyasda iştirak eləyək. Bu qədər yəni. Nazim müəllim, mən üzr istəyirəm, mən tamaşaçıların diqqətinə yetirim ki, bax, indicə izlədiyiniz bu kadrlar sözü gedən müsabiqədən çəkilmiş görüntülərdir. Son müsabiqədən də biz bir daha təbrik edirik burada uğur əldə eləyən Azərbaycanlı balalarımızı. Nazim müəllim biraz əvvəl qeyd elədi ki, burada beynəlxalq artıq miqyasdan söhbət gedir. Bir çox ölkələrin şagirdləri bizim dildə şeirlər səsləndirirlər, mahnılar oxuyurlar. Amma bugün burada ancaq Azərbaycan balaları şeirlər ifa eləyəcəklər. Çox bugün bizə lazım olan şeydir. Bəli. Xüsusən haqq sözümüzü, haqq ədalətli olan fikirlərimizi, ideyalarımızı dünyaya çatdırmaq diasporanın. Diasporanın nə olacaq? Diasporanın bununla ifadəsi dilimizlə olacaq. Doğrudur. Mən sizdən tamamilə razıyam. Diaspora deməklə deyil, halva deməklə ağız şirin Doğrudur. Halva deməklə ağız şirin olmur, amma gözəl şeir eşidəndə adamın qulağına xoş gəlir. Və mən indi bu müsabiqənin daha bir iştirakçısı və müsabiqədə səhv eləmirəmsə ikinci yerin layiqli bir şəkildə qalibi olan gözəl bir balamız Fidan Məmmədovanı dəvət eləyəcəm. Gəlin alqışlayaq Fidanı. Fidan, gəl bura, sən də zəhmət olmasa, mən istəyirəm bir balaca, sən özün haqqında bizə məlumat ver, hansı şeiri bizim üçün səsləndirəcəksən, gəl bura, danış bizə bunu və sonra keçək sənin ifana, buyur. Nə gözəl milli paltarın var sənin. Sağ olun. Məmmədova Fidan, Gəncə şəhəri 4 sayılı tam orta məktəb, Nüsrət Kəsəməlinin Biri vardı, biri yox şeiri. Nüsrət Kəsəməlinin poeziyasını mən çox sevirəm və əminəm ki, tamaşaçılarımız da sevə-sevə bizdən qəbul eləyəcəklər. Bəli, bəli. Buyursun və indi bizim Fidan balamız şeiri səsləndirəndə fonda bir musiqi olacaq. Orada səsli musiqidir, bu çaşdırmasın sizi. Nəyə görə belə seçildi şeirə musiqilər, fon? Bunu bizə Vüqar müəllim şeirin ifasından sonra söyləyəcək, aydınlıq verəcək. Buyursun, buyursun bizim Fidan. Alqışlayaq bir daha onu, biraz da ruhlandıraq. Uzaqdaydı mən istəyən ocaqlar, ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar. Bizim evdə biri vardı, biri yox. Gözlərimə doldurmuşam yağışı, bir köynəkdə çıxarmışam mən qışı. Şalvar pencək geyinirdi taytuşum. Məndə isə biri vardı, biri yox. Üzüm güldü tələbiyəm deyəndə. Sıxılırdım dost pencəyi geyəndə. Müəllimlə dil tapa bilməyəndə. Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı ilk sevgimdən, eşqimdən dara düşdüm. Əl ummadım heç kimdən, məclislərdə can deyib can eşidən. Dostlarımdan biri vardı, biri yox. Mən orduya nələr görüb getmişdim, ürək alıb, ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim. Qaydanda biri vardı, biri yox. Uzaq gəzdi əmi, dayı, bibilər. Söz arası mənə evlən dedilər. Nişan üçün iki şey istədilər. Məndə isə biri vardı, biri yox. Vaxt gələcək, bugünü görəcəksən. Çox suala gözünü döyəcəksən. Vaxt gələcək, sən özün deyəcəksən. Deyəcəksən, biri vardı, biri yox. Biri vardı, biri yox. Vaxt gələcək, o günü görəcəksən. Çox suala gözünü döyəcəksən. Vaxt gələcək, sən özün deyəcəksən. Deyəcəksən, biri vardır, biri yox. Vaxt gələcək, bugünü görəcəksən. Çox suala gözünü döyəcəksən. Vaxt gələcək, sən özün deyəcəksən. Deyəcəksən, biri vardır, biri yox. Deyəcəksən, biri vardır, biri yox. Deyəcəksən, biri vardır, biri yox. Çox sağ ol Fidan, təşəkkür edirəm sənə. Səsin var olsun və ürəyin yaşasın həmişə. Minnətdarım. Mikrofonu ver və buyur əyləş. Alqışlayaq bir daha Fidanı. Ümumi Respublika müsabiqəsindən danışırıq. Ana dilimizi sevək, sevdirək. Vüqar müəllim, xoş gəlmişsiniz bir daha. Nədən belə düşündünüz ki, bu şeirlərin fonunda səslənən musiqilər səsli olsun? Məsələn, mən adətən eşitmişəm ki, səssiz olur şeirlərin fonunda musiqilər. Siz bir qədər fərqli bir tərz gətirmişsiniz və ümumiyyətlə bir münsiflər heyətinin üzvü olaraq sizin də fikirləriniz. Buyurun. Bir daha sabahınız xeyir. Ümumiyyətlə, bu uşaqlar və gənclərlə işləmə artıq mənim bir alın yazıma çevrilibdir. 17 yaşımdan ibarət olaraq Azərbaycan Dövlət Televiziyasının belə bir müsabiqələri, sonra bir çox müsabiqələr, sizdə Uşaq Eurovisionu və s. ilə axıra bu işlərdə, yəni can dildən bu artıq mənim bir qanıma hopub. Doğrudan da bu uşaqlar bizim gələcəyimizdir. Bizim gələcəkdə bizi əvəz edici qüvvələrdir. Hər halda hamımız, bütün Azərbaycan vətəndaşları istəyir ki, onların balaları onlardan daha üstün olsunlar hər bir cəhətdən. Və ilk dəfə olaraq bizi 2 il öncə Türkçə olimpiyatların Azərbaycan finalına münsif olaraq dəvət etdilər. Mən idim Tünzəli xanım Ağayeva, Lalə xanım Məmmədova, Rüstəm Zeynallı və burada Türkiyədən də münsiflər, qonaqlar gəlmişdi və burada deməli Bakıdan və başqa rayonlardan olan müəllimlərin böyük fədakarlıqla, peşəkarcasına deyə bilmərəm, böyük fədakarlıqla və böyük həvəslə hazırladığı uşaqların eyni həvəslə, eyni canfəşanlıqla çıxışlarını gördükdə və ondan sonra, ondan bir neçə ay sonra bizi Türkiyəyə dəvət edəndə və orada 30 min insanın toplaşdığı bir zalda Azərbaycan uşağının, Azərbaycan gəncinin çıxıb o 30 min insanın dünyanın 150 ölkəsindən gələn müsabiqçilərin içərisində bizim ana dilimizdə şeir deməkləri, musiqiləri oxumaqları, eynicə Anadolu Türkçəsində də musiqilərin oxumağı və insanların, dünya insanların onları qarşılamağı, onları necə atəşlə, coşquyla, bu inanın o qədər bizi doğrudan Türkiyədə bir çox sənətçilərimiz, həm müğənnilərimiz, həm aktyorlarımız, media nümayəndələrimiz orada bir yerdə getmişdik və o müsabiqələrə baxdıq. Ondan sonra keçən il məsəl üçün kültür şöləni, yəni mədəniyyət bir şöləni belə bir şey keçirildi.
2 milyona yaxın insan iştirak elədi və burada Azərbaycanın böyük bir konsert proqramı oldu. Azərbaycan rəqslərindən tutmuş, şeirlərindən tutmuş, mahnılarından tutmuş. İnanın, o qədər fəxarət verici bir şeydir. Və insanları Azərbaycana və uşaqların təmizliyi də, sifətlərindəki o gözəllik, nur və s. o qədər insanlara xoş bir belə əhval-ruhiyyə bağışlayırdı və sevirdilər o bizim uşaqları. İnanın ki, bizim uşaqlar artıq burada oturublar orada. İştirak edən Səmadır, Əlidir, Kənan var idi bizdə. Buradadır mı? Hə, buradadır. Məsələn, böyük konsertdir. Bizim orada assistentlərimiz, böyük Azərbaycan assistentlər quruldu. Biz də oradaydıq çəkiliş qrupumuzla. Siz özünüz gördünüz. Yəni bizim bu uşaqlarımız orada artıq bir populyar bir müğənni kimi çıxış edirdilər. Artıq o fanatları var idi. Və doğrudan da... Klasikləşiblər. Doğrudan, məsəl üçün, bu hər bir... Məsəl üçün, mən şəxsən gəncliyimdə bunu sadəcə arzu edərdim. Və sadəcə biz də bunu görüb bu işin daha peşəkar olmasını arzuladıq. Doğrudur. Yəni, bu bizim vətəndaşlıq borcumuzdur. Bu bizim bir, yəni, dövlətimizin, vətənimizin tərənnümü üçün bu sadəcə borcumuzdur. Biz bunu eləməliyik. Və sağ olsunlar bizim gözəl müğənnilərimiz, gözəl musiqiçilərimiz ki, bu işdə əllərindən gələni əsirgəmirlər. Mən də kiçik əlimdən gələni çalışıram eləyəm və sizin bu şeir söhbətini, təbii ki, bu bir eksperimentdir. Belə düşündüm ki, belə daha maraqlı olardı. Bu mahnıda, məsəl üçün, böyük şairimiz Nüsrət Kəsəməninin biri vardı, biri yox, şeirini Ayaz Qasımov ifa elədi. Bu musiqisi, oxumaq hissəsini nəqarət kimi bəstələdim. Və Lalə xanım da ifa eləyibdi, Coşqun Vilaç da ifa eləyib və bundan sonra bir çox müğənnilərimizə belə eksperimentə eləmək niyyətimiz var ki, maraqlıdır. Əlbəttə, əlbəttə. Vüqar müəllim, təşəkkür edirəm sizə. Və bayaqdan bəri bizim dostlar mahnını ifa eləyən zaman Türkanı göstərirdilər. Türkan bir qəşəng üz ifadələri edirdi, sakit dayana bilmirdi. Türkan Məmmədli, alqışlayaq və dəvət eləyək Türkanı bura. Gəl bura Türkan, xoş gəlmişsən əzizim, mən səni salamlayıram. Sözü gedən müsabiqənin birinci yer qalibi və bizim üçün bugün şeir səsləndirəcəkdir. Görək əvvəlcə hansı şeirdir, bir tanış elə bilsin, sonra bu mikrofonu verim, de bizə şeiri. 20 saylı məktəb liseyinin şagirdiyəm. Xəlil Rıza Ulutürkün Azərbaycan türkçəsi şeirini deyəcəm. Amma o mahnı da xoşuna gəldi. Həm uşaqların ifa elədiyi mahnı. Allah, qəşəng də milli geyimdə. Sən çox da belə yaraşırdın səni göstərəndə tez-tez. İndi biz sən dil ifanda, sənin dilindən o gözəl şeirə bərabər qulaq asırıq. Sonra davam eləyəcək. Buyursun Türkan, dinləyək. Nəfəsimlə yazıram bu dan ulduzlu şeiri. Tamam, başqa zindandan gözlərimə tikilir. Nəsiminin gözləri, müşfiqimin gözləri. Yerdə zülmətə dönsə, göydə zülmətə dönsə, sən mənim ömrümün söndürülməz ülkəri. Ağ qanadlı gündüzü, çılçıraqban gecəsi, Azərbaycan türkçəsi. Yalnız sənin uğrunda atıldım yanar oda. Məni anamdan əvvəl sən doğmusan dünyada. İki erasan, yox, bəli kəmil yar dilimsən. Yarım bağışlar məni,
əbədi sevgilimsən. Muğ sözünə sığmayan muğanımsan, milimsən. Nəsrəddin fikrində ulduzlara yol açan köçməz elimsən. Öz dirilik suyunu Koroğluya bəxş edən qoşa bulaq çeşməli çənsiz çəmli belimsən. Sən ağzımda dilim yox, ürəyimdə dilimsən. Dilimliyib bağrımı, dilim mənimsə. Ey dünyanın sərvəti, fəxr edirəm mənimsən. Soruş, uvertüranı açan harda dinlədim? Bəlkə yer üstündə yox, ulduzlarda dinlədim. Ulduzlarda səslənən laylamsan, bayatımsan. Məni ərşə qaldıran bir cüt nur qanadımsan. Ey batmış xəzinəmin diri qızıl külçəsi, Azərbaycan türkçəsi. Sən billur qayalardan damla süzülüb gey gölümə dönmüsən. Anamın halal südü, atamın öyüdüylə varlığıma sinmisən. Ata bir, ana ayrı, qardaşlar nə bilsinlər, sən bizim atamızsan. Özün götür külüngü, çap kocaman dağları, yerin altını qaz sən. Gilgamış dastanını yaşadan iz olmusan. Azıq mağarasında azuqəmiz olmusan. 1000 il zindanda qalsam, yeni ölüm yox mənə. Güvənib yalnız sənə yaşaram, hey yaşaram. Ansan bircə heyecan, dönüb cavanlaşaram. Diller vahid bir ağac, gövdəsizsən, köküzsən. Nə qədər budaqlara öz şəhdini vermisən. Dağlarımın zirvəsi, bağlarımın qönçəsi. Döyüşdə şaqqıllayan Misri qılıncın səsi. Səslərin ən incəsi, Azərbaycan türkçəsi. Məgər zülmətdəyəmmi? Fanaram, yanar fanar. Nə qaranlıq divarlar, nə tikanlı hasarlar. Nə gözü dar, beyni dar, Neandertal ağalar. Nə bar bağırsa da səsi batmış darğalar. Nə baxar gözü körlar, nə diri görba-görlar. Sənin pak nəfəsini ala bilmədi məndən. Günəşimsən, düşmüsən bu dünyaya sinəmdən. 1000 il bundan sonra da yaşayacaq dünyada Füzulinin nəfəsi, Şəhriyarın nəfəsi. Dağıt bu dar qəfəsi, dağıt zülmət məhbəsi. Azərbaycan türkçəsi. Təkcə babam sanma, yox, həm də oğlum, qızımsan. Zindan pəncərəsindən biraz solğun görünən baharımsan, yazımsan. Bəşər filoloqları, cahan zooloqları, dünya bioloqları səni öyrənməsələr kama yetməyəcəklər. Ey bizə kainatın qüdsi, ulu töhvəsi. Varım, yoxum, nə əbədim, günəş kimi əbədim.
Azərbaycan türkçəsi, Azərbaycan türkçəsi. Yalnız senin uğrundan atıldım yanar oda. Beni anamdan Teşekkür edirik. Türkan, alqışlayaq Türkanı. Çox sağ ol. Valla bu böyüklükdə şeiri yadda saxlamaq, hər ifadəsini belə söyləmək birinci yerə layiqsən sən. Çox sağ ol. Füzuli müəllim, mən sizi salamlayıram. Bir də ad və soyadınızı səsləndirəcəm. Füzuli Dədəyev bizim qonaqlarımız sırasındadır. Buyurun Füzuli bəy, siz də öz fikirlərinizi bildirin və bir iştirakçımız qalıb, onun da istedadını nümayiş etdirəcək. Tamaşaçılara buyurun. İndi ana dilimizi sevə-sevdirə müsabiqəsinin ümumiyyətlə yəni tarixinə bizim bir nəzər salmamız lazımdır. İndi 10 il əvvəl başladıq biz bu işə. İlk vaxtlar sadəcə olaraq çağ öyrətimdə liseylərimizdə oxuyan şagirdlər arasında dilimizi, ədəbiyyatımızı sevdirmək üçün, yəni qrammatika kateqoriyası, inşa kateqoriyası, bir də PowerPoint, yəni hər hansı bir ədibimizin həyatı, bədii irsi ilə bağlı PowerPoint hazırlayırdılar. Və getdikcə maraq artmağa başladı və demək olar ki 2009-cu ildən sonra artıq yəni müsabiqəmizi ümum respublika səviyyəsində keçirməyə başladıq və hal-hazırda demək olar ki 10-cu yəni yubiley ilini keçirdi və yəni əsas məqsədimiz, əsas qayəmiz, yəni dilimiz varlığımızdır. Dədələrdən, babalarımızdan bizim üçün qalan, yəni təkmilləşmiş, mükəmməl bir dildir və bunu gələcək nəsillərə biz çatdırmalıyıq. Və bunu gələcək insanlara biz gözəlliyi ilə, saflığı ilə, qanunu ilə, qaydası ilə gələcək nəsillərə çatdırmağımız lazımdır. Əsas qayəmiz də hal-hazırda, yəni o məqsədə qulluq eləməkdir. Ana dilimizi sevək-sevdirək, bayaqları Nazim müəllim dedi. Yəni bu ad hardan gəlir, onu da biz deyək. Bilirsiniz, yəni 10 il bundan əvvəl müsabiqəyə başlayanda adı haqqında istər-istəməz bəzi müzakirələrimiz olurdu. Kimisi deyirdi ki, mənim dilim olsun, ana dili olsun. Amma metod birləşmədə gedən, yəni belə deyək də, iclaslarımızdan sonra qərara gəldik ki, yəni elə bir ad götürək ki, o hər kəsə şamil olsun. Yəni həm özümüzə, həm də bütün dünyaya. Ana dilimizi biz sevək, eyni zamanda sevdirək. Sevdirməyimiz lazımdır. Bütün dünya bunu tanımalıdır, bilməlidir. Yəni Azərbaycan dili var, dilimiz yəni belə deyək, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmməd Quluzadənin, Mirzə Ələkbər Sabirin dilidir və bu dili biz gələcək nəsillərimizə bir gözəl bir şəkildə çatdırmağımız lazım. Çox sağ olun. Mən minnətdaram. Bu işdə sizin də əziyyətiniz var hər birinizin və sözsüz ki, burada olmayan, iştirak eləməyən, bu dəqiqə bizi izləyən müəllimlər, təşkilat komitəsinin üzvləri, elə bunların valideynləri, hamısı sağ olsun, var olsunlar ki, belə əzmlə bu işdə çalışırlar və hal-hazırda mən bura dəvət eləyəcəm daha bir iştirakçı, Aslan Əzimzadəni. Aslan, buyur bura, əzizim, buyur. Alqışlayaq gəlin Aslanı, əziz dostlar. Bugünkü çıxışçılar arasında yekun sözü biz Aslana təqdim eləyəcəyik. Aslan, xoş gəlmisən. Gəl bir görüşək əvvəlcə səndən. Deyəcəksən ki, Salih'in əlində nə çox mikrofon var. Hə? Buyur, bir özünü tanıt yaxından. Oxuyacağın mahnını da bizə söylə, sonra mən sözü verim sənə. Buyur. Ərəstun Mahmudov adına 220 saylı məktəb liseyin şagirdiyəm və ana dilimizi sevək-sevdirək ümum respublika müsabiqəsinin mahnı kateqoriyası üzrə birinci yerin qalibiyəm. Hal-hazırda sizə Elca İbrahimovanın musiqisi Ey Vətən mahnısını səsləndirəcəm. Sözləri isə Aslan Abdullayevin məxsusdur. Əla. Biz də musiqiçilərimiz də, tamaşaçılarımız da Ülvi, Sənan və Məlik də xüsusi diqqətlə qulaq asırıq bərabər. Aslan Əzimzadəyə alqışlayaq Aslanı. Nəğmə dolu bir ürəyəm torpağına baş əyərəm ey vətən.
Meşələrin çətirlidir, gül çiçəyin ətirlidir. Ey vətən, ey vətən, dağlarına düşən şehdən çöllərinə əsən mehdən doya bilmirəm, doya bilmirəm. Ey vətən, bir anamdan bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm. Ey vətən, tarixlərdə adın ulu, xoş günlərin nəğmə dolu. Ey vətən, sənin günəş məhəbbətin tükənməzdir sədaqətin. Ey vətən, ey vətən, dağlarına düşən şehdən çöllərinə əsən mehdən doya bilmirəm, doya bilmirəm. Ey vətən, bir anamdan bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm. Ey vətən, dağlarına düşən şehdən çöllərində əsən mehdən doya bilmirəm, doya bilmirəm. Ey vətən, bir anamdan bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm. Ey vətən, ey vətən, ey vətən. Aslan Əzimzadə, alqışlayırıq Aslanı. Çox sağ ol Aslan, çox təşəkkür edirəm sənə. Vallahi hər biriniz tutduğunuz yerə layiqsiniz. Çünki işinizi sevərək icra edirsiniz. Bu da böyük bir məsələdir ki, insan məsləyini, işini, yanaşdığı o məsələni doğru, dürüst və düzgün bir şəkildə icra eləsin. Uğurlar sənə. Çox sağ ol. Alqışlayaq və qarşılayın dostunuzu. Mən bir daha yada salıb və nümayiş etdirirəm tamaşaçılarımıza. Baxın, biz sözü gedən ana dilimizi sevək sevdirək. Ümumi Respublika müsabiqəsindən danışdıq. Təhsil Nazirliyi və Çağ Öyrətim İşlətmələrinin birgə layihəsidir ki, artıq 10-cu ildir ki, həyata keçirilir və davamı sözsüz ki olacaq. Hər il bu artıq gözəl bir ənənə halını alıb və dayanmaq yoxdur. Hə? Yalnız və yalnız davam. Nazir müəllim deyir ki, ancaq və ancaq davam. Təşəkkür edirik Murad müəllim. Qısaca olaraq siz başladınız, elə siz də yekun fikirlərinizi səsləndirin və bitirək sizinlə söhbətimizi. Sizin de dediğiniz gibi Salih Bey, inşallah bu 10. ilini yaptığımız, kutladığımız ana dilimiz müsabakası inşallah bu onlarca il devam eder
ve biz gerçekten dilimiz varlığımızdır şuarıyla geleceğe doğru emin adımlarla ilerleyebiliriz. İnşallah. Murad Bey alqışlayaq. Kısaca Nazım müəllim, siz de yekun fikirlərinizi səsləndirin. Ne kadar dilimiz var, halkımız var. Biz bu dili təbliğ eləməkdən yorulmayacağıq. Dilimizi, varlığımızı, Azerbaycanımızı bütün dünyaya tanıtmağa çalışacağıq. Bu uşaqlarımızın sayesinde. Çok sağ olun Nazım müəllim. Füzuli Bey buyurun. Mənəvi dəyərimizdir və biz qorumalıyıq onu. Doğrudur, doğrudur. Nitq ümumiyyətlə böyük bir məsələdir, sözdür, dildir, bu bir mənəviyyatdır, bu bir təfəkkür tərzidir və gözəl söylədiniz ki, onu qorumalıyıq. Vüqar müəllim, buyurun. Vüqar müəllim artıq hər il münsiflər heyətinin üzvündədir. 2 ildir. 2 ildir. Ona demək istəyirəm ki, Azərbaycan dili və musiqisi dünyaya yayılmalı və dünyaya layiq bir dil və musiqidir. Və biz bunu çatdırmalıyıq, yaymalıyıq. Təşəkkür edirik Vüqar müəllim. Çox sağ olun. Sözü gedən müsabiqənin təşkilat komitəsinin üzvləri, iştirakçıları bizimlə birlikdəydi. Biz davam edirik. Bir daha alqışlayaq, xahiş edirəm əziz dostlar və uğurlar arzu edirik.